Salam. 5-ci sinif riyaziyyat güvən testin KSG 5 test tapşırığının birinci sualına baxaq. Birinci sualda 220 dərəcəli bucağın açıq bucaq olması üçün onu neçə dərəcə kiçiltmək lazımdır? Açıq bucaq 180 dərəcə olduğuna görə 220 dərəcə çıx 180 dərəcə yazırıq. Burada da 40 dərəcəni alırıq. Tərəfləri 6 cm və 8 cm olan düzbucaqlının perimetrini istəyir. Düzbucaqlının perimetrinin düsturu bilirik ki, 2 vurusuna üstəgələ B olduğuna görə tərəfləri yazırıq. 2-yə vururuq. Cavab 28. Üçüncü tapşırıqda üçbucaqları verib növünü istəyir. Bu kör bucaqlı üçbucaqdır. Bu iti bucaqlı üçbucaqdır. Bu isə KML düzbucaqlı üçbucaqdır. Budur, sadəcə burada belə yazılmalıydı. KML yazılmalıydı. O mərkəzli çevrədə şəkil əsasən sual işarələrinin yerinə uyğun gələn bucaqların cəmini istəyir. Göründüyü kimi burada 130 və 70 verilib. Çevrənin də tamı 360 dərəcə olduğuna görə 130 ilə 70'i toplayırıq. 360 dərəcədən də 200'ü çıxırıq. 160 dərəcə. Aşağıdakı fiqurun nöqtə ətrafında saat əqrəbi istiqamətinə 270 dərəcə dönməsi hansı olar? Budur, D variantıdır. 5-ci tapşırıqda şəkildə verilmiş nöqtələrdən hansı üçünü birləşdirsək, bərbəryanlı üçbucaq alınır. Bərbəryanlı üçbucaq bilirsiniz ki, yan tərəfləri bərabərdir. Digər üçüncü tərəf isə bərabər deyil. Ona görə bunlardan birləşdirsək, məsələn, BCD-ni birləşdirsək, bizdə bərbəryanlı üçbucaq alınmayacaq. Damaları saymaqla bilmək olar. Burada A birləşdirək A ilə B-ni. Və A ilə C-ni. 1, 2, 3, 4. 1, 2, 3, 4. 1, 2, 3, 4. Düz burada bərabər tərəfli alındı, amma şəkli biraz digərindən yoxlayaq, eləmi? O birisini də yoxlayaq. Deməli, ADC-yə baxaq. ADC ümumiyyətlə alınmır. ABD alınmaz. BCD-yə baxaq. Bir, 2, 3, 4. 1, 2, 3, 4. 1, 2, 3. Bu elə alınır. BCD-dir. ABC alınmır. ABC alır, o bərabər tərəfli. Bizdən bərabər yanını soruşur. Ölçüləri 35-20 metr olan parkın 4 tərəfi boyu aralarındakı məsafə 5 metr olmaqla dirəklər bastırılmışdır. Cəmi neçə dirək bastırılmışdır? Bunun üçün biz ilk öncə perimetrini tapmalıyıq. Perimetr 35 ilə 20 2-yə vurmalıyıq. Bu da eləyəcək 110. Neçə aralıq olduğunu da tapmaq üçün 110-u 5-ə bölüb tapırıq ki, cəmi neçə dirək bastırılıb. 22. 8-ci tapşırıq. Deməli, kvadratın daxilində radiusu 1.5 cm olan 9 sayda bir-birinə bərabər çevrələr çəkilib. Çevrələr bir-birinə və kvadratın tərəfinə toxunur. Kvadratın sahəsini tapın. Baxın, burada 1.5-dirsə, burada 1.5, deməli, bura 3-dür. Yenə bura 1.5, burada 1.5 olsa radius, diametr yenə də 3-dür. Burada da eyni ilə, deməli, bu 9 ilədir. Burada da onun kimidir. Yenə 3, 3, 3. Deməli, bura 9. Sahəsini tapanda 9-u 9-a vururuq. Nəyə görə vururuq? Çünki kvadratın sahəsi A kvadratıdır. Ona görə də tərəfləri bir-birinə vuruluq. Olur 81 kvadrat santimetr. Perimetr 40 cm olan kvadratın daxilına çəkilmiş çevrənin radiusu neçə santimetrdir?
Biz bilirik ki, kvadratın perimetrin düsturu 4A-dır. 40 santimetrdə veriləndə bu tərəfi deməli 10-dur. Kvadrat çəksək və daxilində çevrə çəkirik. Baxın, bunun diametri onun tərəfinə bərabər olduğuna görə, tərəf də 10 olduğuna görə bunun da diametri 10 olur. Əgər deməli diametr 10-dursa, radius da diametrin yarısına bərabərdir. Ona görə də 5 götürürük. 5 santimetr. Növbəti, uzunluğu 12 cm və eni 8 cm olan düzbucaqlının daxilində tərəfi 4 cm olan neçə kvadrat yerləşər? Bunun üçün uzunluğu da 4-ə bölməliyik, eni də 4-ə bölməliyik. Və sahəsini tapanda 3-ü 2-yə vururuq. 6. 11. Rombun tərəfinin uzunluğu verib 9 cm, tərəflərindən biri 11 cm olan perimetri rombun perimetrinə, yəni paralleloqramın perimetri rombun perimetrinə bərabərdir. Əvvəlcə biz rombun perimetrini tapmalıyıq. Rombun perimetri kvadratın perimetri kimi tapılır, yəni 4-ə tapılır. Tərəfi də verildiyinə görə bu eləyir 36 santimetr. Paralleloqramın perimetrinə bərabər olma şərtində qeyd etdiyinə görə paralleloqramın da perimetrini 36 santimetr götürürük. Və daha sonra paralleloqramın perimetri düzbucaqlının perimetrinə deməli eyni düsturla hesablanır, belə deyək. 2 vurulsun üstə gələk B kimi qeyd edirik. Onda 2 vurulsun. Tərəfin birim verilib 11, digər tərəfi verməyib. Yerinə qoyanda A-nı tapırıq. 36-nı 2-yə bölüb 18. 18-dən də 11 çıxıb. Digər tərəfi tapırıq. 7 santimetr. Sonuncu tapşırığa baxırıq. Verilmiş şəkillərdən istifadə edərək iki üçbucağın perimetrlərini cəmi istəyir. Baxırıq ki, birincidə bərabər tərəfli üçbucaqdır. Digərində isə bərabər yanlı üçbucaqdır. Bərabər tərəfli üçbucağı tapmaq üçün 3 tərəfdə toplanır 3A. Bərabər yanlı isə 2 tərəfi topladıq 2A. Bunu 3 tərəfi toplanır. Sadəcə olaraq eyni olduğuna görə 2A yazırıq. Deməli, perimetrlər bu birinci olsun, bu ikinci. Bunları da toplayanda 3A üstə gələk, 2A üstə gələk B alınır. Bu zaman 5A üstə gələk B-ni yaza bilərik. Və bu da cavab dedi. Bu qədər.